Herkese selam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar biz 10 adet gaz balası almıştık. Aslında 10 adet sifariş vermiştik. Belə deyim sizlere. İstedim ki bugün sizlere hem gaz balalarını saxlama qaydaları, qızıl qaydaları hakkında məlumat verim. Hem de başımıza gelen olaylardan biraz sizlere danışım. Demək dostlar, biz TikTok'dan Şamil Səlmovadı birindən 10 ədəd qaz balasını zəng elədim, satırdı. O da dedi ki, bəs məndə yoxdur dedi, yoxsa dedi Yeznəmlə bərabər işləyirik, bəs Yeznəmə yığın, onun nömrəsini verdi. O da TikTok'da o qaz balası satışı əgər olanlar varsa 100% keşfətdə qabağına çıxar. 502 ilə başlayan nömrə ilə qoyub profilinə. 502 070 502 ilə başlayan nömrə qoyub profil adı odur. TikTok'ta ona yönlendirdi. Biz de ondan zəng elədik, maraqlandı, sifarişimizi verdik. 7 manatdan deməli qaz, bir də yol pulu 5 manat ödəyəcəkdik. Nəsə qazı göndərdilər, qaz gəldi, birincisi 9 dənə çıxdı. Qutunu açdıq, gördük 9 dənədir. 10 qaz sifariş vermişik, amma 9 göndərib, yəni 10 dənənin də pulunu ödəmişdik. 9 göndərib, daha sonra da qazları gətirdik. İndi o bir videonu buralıqda bir yerə, bunun ortasına yerləşdirərəm. Qazın biri boyunu arxaya doğru əyilir. İndi o videonu buralığa qoyacağım. Gördünüz uşaqlar. Baxın, gördünüz. Bax, gördünüz. Yox, bax, gördünüz uşaqlar. Gördünüz. Bax. Videoda da yəqin ki gördünüz, dünən çəkmişəm. Qazın birinin boynu əyilir, o qazdır. Hələ də o. Hələ də demək olar bir bəzi problemləri var, amma tetravit vitamini damızdırmışam ağzına. Onun ki xeyir edəcəyini düşünürəm. Biraz da xeyir edib ki artıb, amma hələ də elə bir necə deyim, atak gəlir də. Bəzən dünənlər daha çox olurdu. Elə bir vitaminin biraz xeyri olub, amma yenə də necə olur? Yəni tutur dostlar, eləyir 5 dəqiqə, 3 dəqiqə, 10 dəqiqə sonra sakitləşir, normallaşır, amma o irəliləyən dönəmlərdə ona problem yaradacağını düşünürəm. İndi görək vitamin bəlkə xeyir elədi. 2 dənəsi də uşaqlar önceden çıxmış qaz balası idi. Yəni necə? Məsələn, bunlar bir günlükkən, baxın o qazı görürsünüz uşaqlar. Həm bunlardan iri falan görünür, həm də tüklərinin rəngindən bilirsiniz. İndi saxlayanlar bilər ki, qaz balasıdır, ördək balasıdır. Məsələn, bu rəngdə olanda tükləri birinci sapsarı çıxır da. Daha sonra indi mənim telefonumun kamerası şeydir. Daha sonra tükləri biraz ağaran kimi olur. Məsələn, bu da çoxdan çıxmış qaz balasıdır. Çoxdan çıxmış dedim, yəni 3-4 günü var. Məsələn, o qaz balası ilə bu qaz balasının rəngində fərq var. Mesela bu ile yekəni tutum sizlere burada göstereyim. Burada da görünmeyecek. Yani tükünde kısacası fərq olur da. Birinci çıxmış sapsarı olur, yani körpə sarısı kimi də. Sonra tük ağarır, yani 3-4 gün sonra tük yavaş-yavaş ağarır. Yani ondan mən bilirəm ki, bu qaz balası, məsəl üçün dünən almışam da, mən bu qazlar günorta gəlib, elə bir gün əvvəl yox, harasa bir 3-4 günün, nə bilim 5 günün qaz balasıdır da. O 2 dənəndə dostlar dəhşətli dərəcədə qarnı ağrıyırdı. Getdim gördüm, qazların ayaqları da quruyub. Necə qaz balasında, cücə balasında filan görürsüz, zəifləyəndə ayaq qupquru olur, bir dənə bir sümük olur. Baxın elə formada qalmışdı. Həm də mən düşünürəm ki, o heyvanlar az qalıblar, yəni açsız qalıblar. Yəqin ki çıxıb orada indi inkubatorda elə bir şərait olmayıb da, yəqin saxlamağa bilmirəm. Çıxıblar açsız qalıblar deyini, həm qarınları açılır, həm də ayaqları qupquru qurumuşdu. İnanın dünəndən bəri yeyib su içiblər deyini, biraz özlərinə gəliblər. Gələn kimi də sırazı qarın ağrı dərmanı verdim sularında, gördüm ondan bunlar sağalmayacaqlar. Boğazlarına oksitetraskini 4 hissəyə böldüm. Hətta 4 hissəyə də deməyim, 6 hissəyə böldüm. Xırdasını attım da bunların boğazına. Elə biraz düzəlmə oldu bunlarda. Qarınların ağrısı düşünürəm ki, kəsib sanki biraz. O dediyim kimi o boynu fırlananda zaten videosunu sizə qoymuşdum. İndi gördünüz, videonun ortasına qoydum, yerləşdirdim. Ona da tetravit vitamini vermişəm. Biraz özünə gəlib, indi tam bu düzəlmədir. Xeyr, düzəlmə deyil. Çünki arada atakları gəlir, başlayır yenə elə eləməyə. O zaten elə olur. Böyüdükcə problem yaradır ona. İndi görək də inşallah o vitamin xeyri ilə tamamilə o keçmiş olar, sağlam olar. Çünki az sayda almışdıq zaten, pulumuz buna çatdı. Zaten çox almadı, niyetim yok idi zaten. Amma az sayda almışıq, inşallah hamısını sağ-salamat böyüdərik. İndi gərək qaz balalarının böyütmə qaydalarına, yəni qaz balaları necə böyüdülür uşaqlar. Qanadlılar sinfi heyvanlardan, yəni toyuq, hündüşka, lal ördək, pekin ördəyi, hamısının içərisində ən rahat hansıdır böyütmək desəz, qaz balasıdır böyütmək. Çünki bunları saxlamaq inanılmaz asandır.
Amma belə deyim də sizlərə, bunların tək bir şeyi var ki, altları quru olsun. Çünki bu qaz balalarında mən ən çox gördüyüm xəstəlik, özəlliklə biraz qış dönəmində çıxanda, hansı ki o qutuda və yaxud da ki bağlı ortamda saxlayırsınızsa, altları yaş olur. Baxın, onda ayaqların altında ağlappaq yara əmələ gəlir. Bu göbələk xəstəliyidir. Nəmli ortamda ayaqların altında sadəcə göbələk xəstəliyi yaranır. Bu lal ördəkdə, Pekin ördəyində də belədir. Amma ən çox qazlarda mən bunu müşahidə etmişəm, dəfələrlə görmüşəm. Özəlliklə qış dönəmində filan biraz havalar soyuq aylarda çıxanda məcbur olursunuz bağlı ortamda, qutuda filan saxlamağa, onda daha çox bunlarda olur. Çünki bilirsiniz ki, bunlar da çox nəmlədən də yerlərin. İnanın, yəni dünənləri axşam atmışam bura, tezdən də yerlərin qurulamışam, süpürmüşəm, götürmüşəm, amma yenə də görürsünüz ki, yerləri nə qədər batırıblar. Təbii ki, bunları mən bir-iki gün burada ayaqlaşdırandan sonra həyətdə açıb buraxacağam, otlayıb eləyəcəklər. Qısacası, yəni ən asan baxmaq qaz balalarına baxmaqdır. Qabaqlarında mən başlanğıc broiler yemi qoyuram, hər zaman belə eləyirəm. Bir də ki, uşaqlar, mən belə bir insanlar arasında mif görürəm ki, o əzəliyə də bir xanım da var, TikTok'da video çəkir, çox izlənir. Xanım mətanətli nədir xanımın adı? Deyir, nə bilim, cücələrinizi bir gün ac qoyun, nə bilim, neyin, mayasını mayalandırsın. Uşaqlar, bu çox yanlış düşüncədir. Bunu mənə inanmayanlar özünüz internetdə araşdırıb görə bilərsiniz. Yəni, qətiyyən heyvana az saxlamaq düzgün hərəkət deyil. Qaz olsun, ördək olsun, balası olsun, ördək balası olsun, cücə balası olsun, hindişka balası olsun. Bir gün az saxlamaq qətiyyən düzgün deyil. Bəli, yumurtadan çıxandan sonra bir gün onu az saxlasız ölməyəcək. Çünki onun o sarısı hələ göbəyində olur, onu əridir, onunla enerji ürətir və yaşamağa davam edir. Amma içində zəif cücə varsa, bu get-gedə onun daha çox zəifləməsinə səbəb olacaq, onu bir gün az saxlamağınız. Yəni, mən başa düşmürəm, belə üzr istəyirəm ifadəmə görə, heyvan doğur sırası əmizdirir ki, ac qalmasın, ağız sütü yeməlidir, nə bilim, ac qalmamalıdır heyvan. Ki, heyvanda da eyni cür şey olur. Məsəl üçün, insan da doğulur sırası yedizdirirlər. Nə bilim, hər şey doğulan kimi buna iki qida verilir, amma deyirlər ki, cücədə, ördəkdə bu qidanı verməməsin, o sarsa. Bəli, onu verməsiz acından ölməyəcək bir gündə, amma o bədənindəki olan enerjini istifadə edəcəkdir. Niyə biz heyvanın bədənindəki olan enerjini istifadə elətdirək ki ona? Elə bəri başdan buna yaxşı miqdarda yemin də verək, o bədənindəki enerjini istifadə eləməsin də, yesin ondan istifadə eləsin də. Niyə görə cücəni zəif salaq? İçində zəif cücə varsa daha da zəif düşəcək. Ona görə az saxlamaq düzgündür, üzr istəyirəm. Yəni, sıfırdan hündüşka balınız, qaz balanız, cücə balanız nə çıxdısa, hamısına təbii ki, anasının altında və yoxdur ki, inkubatorda nədə çıxartmışsınızsa, qurudu, ayaqlaşdı, ayağa durdu. Bu da haradasa 4-5 saatın, 6 saatın, 7 saatın içərisində olur. 7-8 saat sonra götürün altından qidalandırın. Hər nəyiniz varsa, nə saxlamısınızsa qidalandırın, yesinlər. İndi biz də bunları gətirən kimi, təbii ki, bilmirik oradan neçə saat öncə çıxmışdı. Gətirən kimi qidalandırdıq. Yumurta da verə bilərsiniz protein olarak, amma mən bunlara yumurta vermədim. Çünki zaten ikisinin qarnı ağrıyırdı. Gətirən kimi başlanğıc broiler yemin qoydum elə qabaqlarına. Dediyim kimi dərmanlı su da qoydum. Xəstələrin də boğazına dərman attım. 2 dəfə atmışam hətta ki, qarınların ağrısı kəssin. İndi daha yaxşıdırlar. Düşünürəm ki, qarınların ağrısı kəsib. Ayaqları da gələndə bu iki qazın ayaqları qupquru qurumuşdu. Yəni bir dəri bir sümük qalmışdı. Ayaqlarında da o şey toppuşlaşıb da ayaqları ətləşib, belə deyim sizlərə. Belə dostlar, 9 ədəd qazımız oldu, Linda qazımız oldu. Onlar Linda Kuban satırdılar. Yəni bir o Çin qazı kimi deyirik ki, biz ondan satırdılar. Bir də ağ idi. Mən hamısını ağ istədim. Mənim xoşuma həm ağ gəlir, həm də kəsəndə eləyəndə ağ nəyisə təmizləmək, qara təmizləməkdən daha asan olur. Məndən soruşmayın bunların əlaqə nömrələrini filan, çünki verməyəcəyəm. Birincisi çox kobud insandır, Şamil yox, digəri çox kobud insandır. Nə də ki o bir dənə qazın pulunu qaytarma niyyəti yox idi. Yenidən Şamilə yazdım, sağ olsun, pulu atdı, dedi sonra deməyə ehtiyac yoxdur. Pulu sırazı artdı, digəri məni bugünə kimi yubadırdı. Bu günləri Şamilə yazmış ki, bəs belə də o mənim hələ də pulu verməyib. Yəni 7 mat uşaqla bir şey deyil, sağlam bala göndərsə inan heç ona da fikir verirəm, amma sağlam bala da göndərməyib baxa. Ona görə o heç o 0.75 ilə başlayan insandan bir şey almağa ehtiyacı yoxdur. Alıb eləsəz də ümumiyyətlə tək ondan yox. Bu TikTok'dan zaten alıb eləsəz də uşaqlar baxın ki, sizə doğru sayda və sağlam bala verməklərindən əmin olun da. Yəni çünki TikTok'dan mən gördüm də, baxın o qazın yenə başını gecə tutdu uşaqlar, baxın görürsüz.
Yenə başının giriş tutdu. Yəni mən əmin oldum da uşaqlar bu TikTokda belə heyvanlar, yəni cücə, qaz, önlüşka satan insanların inanın ki 60-70% fırıldaqçılıqla məşğuldur. Yəni bu tip şeylərlə. İndi məsələn o məndən birini kəsir, ondan birini kəsir bəlkə də, və yaxud da ki birini kəsməsə belə, yəni birini az verməsə belə, lap deyək ki mən də səhv eləyib, mənə göndərib 3-4 günlük qaz balasını atıb onun içinə, xəstə qaz balasını, az susuz qalmış, qarnı ağrıyan qaz balasını da qarışdırıb bunların içinə. İndi o əlində qalmasın deyə indi həriyə bir dənə, 2 dənə atır. İndi mən başım çıxmasaydı, mən yaxşı başım çıxmasaydı, gələn kimi o dərmanları sırası ona verməsəydim, biraz da gecikdirsəydim, o qaz balasının ikisi öləcəkdi. Nə hamısı ölməyəcək ki, deyəm ki, göndərdiyim qaz balasının hamısı öldü. Nə də 2 dənə ölmüşə deyəcəkdi ki, yəqin sən baxa bilməmsən və yaxud da ki, nəsə olub 2 dənə normaldır ölüm. Ona görə belə hallar yaşanır. Yəni bir yerdən bir şey alarkən diqqətli olun. Bunların da dediyim kimi altlarını quru eləyin, yemi suyu qabaqlarında olsun, özəlliklə susuz qoymayın bu heyvanları. Qalan hər şey bunlarda baxmaq asandır. İndi qaz balasında, ördək balasında qarın ağrını bilmək biraz gecə olur. Artıq zəif düşəndə hiss edirsən. Ona görə də bunlara ara bir elə oksitetraskilinli su versəz ən yaxşısı odur. Belə dostlar, sağ olun, salamat qalın, kanalımıza abunə olun, videonu bəyənməyi unutmayın. Bu da bizim təsərrüfatımıza xeyirli olsun. Maşallah deməyi də unutmayın. Təşəkkür edirəm hamınıza.